Salam, 23 noyabr tarixində Kaspinin keçirdiyi sınaq imtahanından ingilis dili suallarına baxaq, doğru izahlarla tanış olaq 9-cu siniflər üzrə. 5-ci sualdan başlayaq. 5-ci sualda bizdən what is the purpose of the letter məktubun məqsədini soruşur. Burada cavab olacaqdır B variantı, yəni icazə vermək. Mətndən diqqətlə baxsaq görərik ki, mən bunu yazıram, biləsən ki, I allow my son, övladıma icazə verirəm to take part in football. Futbolda iştirak etməyə, yəni turnuvada, yəni icazə vermək məqsədi daşıyır. Onunla bağlı bir məktub yazıb belə deyək. Ona görə 5-də oldu B. 6-cı sualda isə deməli, yenə məktubun məqsədini soruşur. Burada C variantı olacaqdır. İş müraciətini geri çevirmək, turn down, rədd etmək, geri çevirmək mənası var. Baxın, burada deyir ki, intervyuya görə sənə təşəkkür edirik, yəni başvurduğuna görə. Deyir, biz sənə bildiririk ki, təəssüflə, we have chosen another candidate. Başqa bir namizəd seçdik, yəni bu rola görə. Biz sənin deməli şirkətə marağını qiymətləndiririk və sənə gələcək karyeranda uğurlar arzuluyuruq. Yəni, biz sizə zəng edərik demək istəyir, rədd edir, C variantı olur. 7-ci sualda isə deməli, cavab olur B variantı, yəni məlumat istəyir. Nə deyir deməli mətnimizdə? Bu arada yeni məqsədi soruşmuşdu burada. Deməli, could send me the schedule for the upcoming art workshop. Yəni, bu növbəti gələn incəsənət işi üçün cədvəl qrafik göndərə bilərsənmi? Mən bəzi tarixi və vaxtı bilməliyəm ki, işimi ona uyğun planlayım deyir. Yəni, ondan əlavə məlumat istəyir. Ona görə cavab oldu B variantı. 8-ci sualda digər mətndə cavab olacaq C variantı. Əfsanəvi dağa dırmanan idmançının nailiyyəti və həyatından söhbət gedir ümumi. Reinhold Messingdən söhbət gedir. Cavab ona görə C oldu. Burada bir şey nəzərinə çatdırım sizin. Deməli, əsasən necə olur? Məsələn, mətndə ad gedir, misal üçün bu Reinholddan ad gedir, hər yerdə gedir adı. Bəzən tərcümə etməyəndə də, məsələn, həmin adı götürüb, düzgün cavab kimi qeyd edir bəzi uşaqlar. Məsələn, B variantına baxsaq, məsələn, bəlkə də əksər uşaq adı görüb B-ni götürərdi. Amma bəzən adı vermir, yəni onun peşəsindən bağlı, məsələn, bu dağa dırmanan adamdan söhbət gedir, adını vermir, amma söhbət ondan gedir. Yəni, eyni adı görüb, mətndə ən çox o adı görüb, eyni olan adı seçməyin. Hər halda mətnin ümumi mənasına baxmaqda fayda var. 9-cu sualda bizdən incorrect, yəni yanlışı istəyir. B variantı olacaqdır. Burada deyir ki, o 8000 metrdən hündür dağa dırmanan ən sonuncu adam olur. Amma burada belə bir hissə var. Deyir ki, ondan əvvəl heç kim buna nail olmamışdı. Yəni, ondan sonra oldu, olmadı, onunla bağlı məlumat yoxdur. Digərləri isə mətndə var. İndi vaxta görə sadəcə mən sizə yanlışı göstərdim. 10-cu sualda o məşhur olur. Niyə məşhur olur? Everestdə deməli tək başına və oksigen qabsız belə deyək dırmanır. Həmin hissə mətndə sizə göstərirəm. O ilk insan idi ki, tək və oksigensiz dırmanır. Sonra deyir ki, çox dırmananlar buna inanmırdılar ki, çünki bu qeyri-mümkün idi deyir və bununla o sübut edir ki, belə bir şey ola bilir və o dünyaca məşhur olur. Yəni, onu məşhur edən onun Everestdə tək başına, yəni alone və oksigen qabsız qalxması idi. Yəni, A variantı oldu onda. 11-ci suala baxaq. 11-ci sualda o deməli, dağa dırmanmağı saxlayandan sonra nə edir, nə işlə məşğul olur? Cavab burada olur B variantı. Deməli, o səhraları və qütb regionlarını kəşf etməyə başlayır. Həmin hissəyə baxaq. Sonuncu paragrafda altından xətt çəkməyə çalışıram. His most dangerous climbs after var burada. Began exploring deserts and polar regions. Yəni, həmin hissənin eynisi mətndə vardır. 12-ci sualda doğru cavab olacaqdır 2 və 4. Düzgünü bizdən soruşur. Çox gənc olanda dırmanmağa başlayır. 4-də isə yuxarıdakı bu suala baxdıq biz. Səhra və qütb regionlarını araşdırmağa başlayır. Yəni, 2-4 doğrudur. Getdik 13-cü suala. 13-cü sualda deməli, sıra sayın qabağında bilir ki, Z artiklı olur. O, 3-cü mərtəbədə, 2-ci mənzildə. İkisi də sıra sayıdır deyə qabağında Z olar və sıra sayı tipində cavab A olur.
14-cü sualda deməli 50-sindən 10-u qəbul olunur. Out of 50 applicants olur 50-sindən. Yəni 50-ci falan deməli. Sadəcə 10-u. 10 da deyirik. Burada artikla falan ehtiyac yoxdur deyə cavab oldu. 14-də A variantı. 15-də bizdən ismi soruşur. Baxaq. Right düzgün, necessary vacib sifətdir. B-də wooden taxtadan düzəlmiş isim deyil. C-də weak zəif. Deməli Y-də weight yaş nəm deməli sifətdir. Strength güc, depth dərinlik, length uzunluq. TH bilirdik ki isim düzəldir. 16-cı sualda bizdən mürəkkəbi soruşur. Rain drop, snow man. Ship şəkilçidir, ants şəkilçidir, hood şəkilçidir. 2-3, yəni D variantı. Cəmi bizdən soruşur 17-də. News xəbər təkdədir sayılmır. Waitress təkdədir. Deməli 2, 3, 4 olan cavab oldu 17-də C variantı. 18-də bizdən təkləri soruşur. Insects həşəratlar cəmdə. C-də qəzetlər newspapers cəmdə. D-də poultry toyuq cücə deməkdir cəmdə. Y-də mice sıçanlar cəmdə. Cavab B variantı golf, dilçilik və inkişaf. 19-cu suala baxaq. 19-cu sualda deməli təkliyi bildirir, minus bu da cəm verib, S-apostrof. Bu getdi. 4-də severaldan sonra cəm simgələr, amma V-ki təkdə veribdir. Bu da getdi. 1, 2, 5, 19-da D variantı. 20-ci suala baxaq. 20-ci sualda bizdən düzgün gəliş halı soruşur. Müəllimlərin iclası təxirə salındı. Müəllimlərin 5, 6, 10 müəllimin bir iclası. Burada problem yoxdur, elə A-da. B-də the city is looking-dir. C-də he has said-dir. D-də my cousin is living-dir. Başqa yerlik halı yoxdur burada. It-də yerlik halı deyə bilirsiniz. It has been-dir bu. Ona görə Y oldu. Yəni Y olmadı, sorry. Ona görə cavab A oldu. 21-ə baxaq. 21-ci sualda deməli have evə, had evə olduğu zaman, have had olduğu zaman biz üstünlüyü axtarırıq. Deyir ki, fizika mənim məktəbdə gördüyüm, məktəbdə olan ən çətin fənnim idi. Yəni üstünlük lazımdır. Mor üstünlük deyil, much deyil, a bit deyil. B və C arasında qaldıq və mostun qabağında nə olurdu? Z artikli olmalıdır. Cavab oldu. 21-də C variantı. Bura qədər gəlmişsinizsə, deməli ki, yəqin ki, abituriyentsiniz. Ödənişsiz dərs qruplarına qoşula bilərsiniz. Hal-hazırda dərslərimiz davam edir və tamamilə pulsuzdur. Şərh bölməsinə ödənişsiz dərs yazın, mən sizə məlumat göndərim ətrafla. 22-ci suala baxaq. Elsel və Murad tələb edirlər, şagirdlər. Yadda saxlayın ki, 2 cümlə verilibsə, mütləq cümlənin digərinə diqqətli baxmaq lazımdır. B variantında gördüyünüz bu söz, zillət sözü ikincisindən sonuncu və ikincisi deməkdir. Deməli, Esel və Murad tələb edirlər. İkincisi xaricdə oxuyur. Deməli, bir nəfər də bu ikincisi Muraddan söhbət gedir. Stadin sonunda ona görə S var. Yəni, bu sifət qaydasında bu qaydanı yəqin ki, görmüsünüz. Bu zillətənin mənası ikinci deməkdir. Yəni, ikincidən sonuncu belə deyək. B variantı. Yəni, 2 nəfərin sonuncusu. Getdik digərinə. 23-də cavab görək nə olacaqdır? Deməli, bu film maraqlı deyil. Mənə yeni fərqli bir film, maraqlı bir film önərə bilərsənmi deyir. Birincisi, mostun qabağında D-də Z-si yoxdur. Bunu götürməyəcəyik. Y-də mastdan sonra mor olmalıdır. Çünki mor mütləqdir çox heyecanlarda. Film sayıla bilən təkdir. Qabağına nə olmalıdır? Article. Burada B-də gedir, article yoxdur. Qaldıq A və C arasında. Burada cümlənin mənasına baxırıq. Mənə maraqlı bir film, daha maraqlı film önərə bilərsənmi? Yəni, demək olar ki, bu maraqlı deyil deyir, demək olar ki. Yəni, burada üstünlüyü göstərən əlamət yoxdur deyə, burada A-ya ehtiyac yoxdur. Məna baxımından C-ni götürəcəyik. Yəqin ki, fikir aydındır. 24-cü sualda bir isim haqda ümumi danışdığımız zaman nə olurdu? Article olmurdu. Misal, insanlar son vaxtda çətinləşib. Burada people-ın qabağında misal üçün article olmaz. Burada da uğur deməli tez-tez səbir və əzmin nəticəsidir. Səbir və əzmdən ümumi danışır deyə iki tərəfin ikisinə də boşluq olur. Belə variantımız sadəcə B-dədir. Və səbrin və əzmin nəticəsi müəyyəndir, məlumdur deyə qabağında Z olur. Cavabımız hazırdır. 25-ci sualda FU-dan sonra cəm simgəlir 2 getdi. FU pieces olardı.
3-də mat sayılmır, flowers sayılır. Bu da getdi. 1-də problem yoxdur, 4-də yoxdur. 5-də balaca bir torba mənasında doğru olar. 1, 4 və 5. 26-cı sualda şəklə uyğun bir esse qurmaq lazımdır. Biraz qaranlıq düşüb burada. Yəqin ki, buna uyğun bir story qurmusunuz. Şərh bölməsinə yaza bilərsiniz. Dinləmə təəssüf ki, yoxdur. Ümid edirəm ki, faydalı oldu. Hər birinizə bol-bol uğurlar. Bir şey də nəzərinizə çatdırım. Kanalın ictimai post bölməsində minlərlə sizə faydalı, belə deyim, pulsuz testləriniz var. Kanalın post bölməsində yəqin rastınıza çıxıbdır. Ondan da faydalana bilərsiniz. Hər birinizə uğurlar olsun.